Deməli, belə bugün biz sizə tapşırıqlar panelinin, gördüyünüz bu aşağı hissə tapşırıqlar panelidir. Tapşırıqlar panelinin kontekst menüsündən danışacaq. Tapşırıqlar panelində mışın sağ düyməsi sıxılır. Açılan bu menü tapşırıqlar panelinin kontekst menüsüdür. Burada paneli, yəni biz panelimizə ünvan yerləşdirə bilərik, silka yerləşdirə bilərik və s. əməliyyatları yerləşdirə bilərik. Sonra burada var akna kaskada, yəni açıq olan bir neçə pəncərə varsa, kaskadlaşmış formada yerləşdirilir. Baxın, kaskadlaşmış forma bu formadır. Görürsünüz belə, alt-alta belə yerləşdirilir. Biz sonra burada göstərir отображать окно стопкой, yəni açıq olan pəncərələr bu formada, sıra ilə. Baxın, görürsünüz, 3 dənə pəncərəmiz açıqdır. Belə sıra ilə göstərmiş olur. Sonra davam edirik. Burada göstərir отображать окно рядом. Yəni açıq olan pəncərələrimizi gördünüz. Bizim 3 pəncərəmiz açıqdır